Əli və Pərvin, buyur bu misalı həll elə görək. Bunları yaxınlaşdıralım. Aha. Bu olduğu kimi qalır. Aha. Bu tam kvadrat ayırıcı. Hansını tam qada ayırırıq? Ay sağ ol. Yazırıq bunu kvadratda fərqi kimi göstərir. X minus y plus 2x y minus 6x y bərabərdir mənfi 47-yə. X minus Dediyin söz fərqli oldu ama heç nə olmaz, qəbul edirik. Gəl. bərabərdir 1-də. Aha. İndi biz bunun yerinə qoya bilərik. Aha. Bu olur Keç sağ ki, tərəf, keç sağ tərəfdə yaz. Aha. Burada 1'in kvadratı da 1 ediyor. Aha. 1 üzerine 2x y'den 6x y tane mənfi 4x y kalır. Aha. O da beraberdir mənfi 41 diye. Aha. Mənfi 4x y ilə yazarlar, mütəzzənin içində yazarlar. Ha, sonra. Mənfi 4x y beraberdir 48'e, mənfi 48'e. X y de beraberdir 12'ye. Əhsən. Ona təşəkkür edirəm. Çox sağ ol.